Vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natvan Zamanzadə, kurikulum üzrə təlimçi, hər birinizi salamlayıram. Bildiyiniz kimi müəllimlər imtahana artıq qısa bir vaxt qalıb və biz bu qısa vaxt ərzində yaxşı şəkildə hazırlaşmalıyıq. Biz yaxşı şəkildə proqramla, sistemli şəkildə oxumalıyıq və əgər sizin metodikada çətinliyiniz varsa, könül rahatlığı ilə bizim dərslərə qoşula bilərsiniz. Dərslərimiz onlayn şəkildə həyata keçirilir və onu da qeyd edim ki, bütün yeni proqramlar, bütün yeni mövzular hər biri müəllimlərə sadə dildə öyrədilir ki, bu gün də o izahlarımızdan bir nümunəni dinləyəcəksiniz. Siz bizim həm dərs qruplarımız, həm də sınaq qrupumuza qoşulmaq istəyirsinizsə, ekranda gördüyünüz 050 837 0305 nömrəsinə yazaraq dərslərimiz haqqında geniş məlumat ala bilərsiniz. Hər ay bizim tam sıfırdan kurikulum qruplarımız açılır və aprel ayının 15-dən çox möhtəşəm bir sınaq qrupumuz açılacaq. Bu sınaq qrupuna yalnız bir dəfə ödəniş ödəməklə qoşula bilərsiniz. Bəli, yalnız bir dəfə ödəniş ödəməklə sınaq qrupumuza qoşulacaqsınız və İmtahan gününə qədər sizinləyik. Sizə geniş situativ suallar, imtahan tipli suallar, hansı suallar ki bu suallar mix verifikasiya imtahanda istifadə olunub və bu model suallara uyğun olaraq özümüz suallar tərtib edib müdavimlərimizə işlədirik ki, bu da sizi imtahanda yüksək nəticəyə aparır. Keçən il sınaq qrupumuza qoşulan müəllimlərin göstəriciləri 80-90% olmuşdu ki, bizim sınaq qrupumuza qoşulub yüksək nəticə əldə etmişdilər. Bir dəfə ödəniş ödəməklə sınaq qrupumuza qoşula bilərsiniz. İndi gəlirik, ümumiyyətlə, kurikulum əvvəldən bugünkü günə qədər iş üsulları çox aktual bir mövzudur. İş üsulları çox vacib bir mövzudur. Həm MİQ imtahanına, həm sertifikasiya imtahanında iş üsullarından mütləq şəkildə suallar düşürdü. İş üsulundan üzr istəyirəm, mütləq şəkildə suallar düşür. Ona görə biz iş üsullarını yaxşı şəkildə öyrənməliyik və yeni bir üsul tərtib olunub, kitaba salınıb. Bu üsulun adı SWOT analizi iş üsuludur. Müəllimlər, əgər kitabı oxusaz, bu sizin üçün çox çətin ola bilər. Çünki kitabda çox ümumi yazılıb, amma mən indi bunun çox sadə dildə izahını verəcəm və bu izahdan sonra siz bu iş üsulu çox yaxşı mənimsəyəcəksiniz. Nədir SWOT? SWOT müəllimlər bir təhlil üsuludur. Nədir? Təhlil üsuludur. Bu üsul bir işin və ya planı daha yaxşı başa düşmək, qərar vermək üçün istifadə olunur. Əvvəllər bu iş üsulu bir analiz üsuludur. İdarə etmədə, nə bilim, böyük şirkətlərdə falan istifadə olunurdu. Amma indi tədrisdə bunu salıblar ki, biz şagirdlərə düşünmə, qərar vermə kimi bacarıqlar formalaşdırarıq. Mövzuya müxtəlif aspektdən baxmaq, müxtəlif tərəflərdən baxmaq kimi bacarıqlar formalaşdırmalıyıq. SWOT müəllimlər bilməliyik ki, 4 hissədən ibarətdir. Bura bir cədvəl çəkək və biz baxaq ki, SWOT nədir? SWOT 4 hissədən ibarət olur. Əsas vacib xüsusiyyəti. 1. Şagirdin güclü tərəfləri. 2. Zəif tərəfləri. 3. İmkanları, fürsətlər, imkanlar deyə bilərik buna. Və nəhayət 4. Risklər, təhlükələr. Risk və yaxud təhlükələr. İndi bunu belə yazıram, deyəcəksiniz ki, bu müəllim nə yazıb? Amma izahı dinləyəndə görəcəksiniz ki, həqiqətən də bu çox sadədir. Yəni, bu SWOT cədvəlidir. Cədvəl fərdi və ya qrup şəklində şagirdləri doldurula bilərlər. Əsasən burada bunu əsas sadalamaq deyil ki, güclü tərəfin budur, zəif tərəfin budur. Bunu əsaslandırmaq lazımdır müəllimlər. Analitik arqumentlər irəli sürmək lazımdır. Qruplar nəticələrini təqdim edərkən, müəllim suallar və müqayisələr vasitəsilə müzakirəyə yönəldərkən, əldə olunan nəticələri qərarlar şəklində formalaşdırarkən, refleksiya mərhələsində bu iş üsulu olduqca alternativdir. İndi mən sizə nümunə göstərirəm. Deyirəm ki, sadə bir nümunədir müəllimlər. Bir şagird yaxşı oxuyur, dərsləri vaxtında hazırlaşır, müəllim onu sevir. Bu nə olur? Güclü tərəfləri. Biz indi dedik ki,
SWOT iş üsulunda var şagirdin güclü tərəfi, var deməli gördüyünüz kimi zəif tərəfi, imkanları və risk təhlükələri. İndi güclü tərəfi nədir? Bir şagirddir, yaxşı oxuyur, dərsə vaxtında hazırlaşır, müəllim onu sevir. Güclü tərəflərini qeyd elədik. Plusumuzu qoyuruq. İndi zəif tərəfləri. Bu çatışmazlıqlar və problemlərdir. Bəzən dərsə gecikir, diqqəti tez dağılır, bəzi mövzuları çətin başa düşür. Bu da oldu zəif tərəfləri, plusumuzu qoyuruq. Fürsətlər, yəni bunu inkişaf etdirmək üçün imkanlarımız. Biz bunu necə inkişaf etdirə bilərik? Yəni yaranan imkanlar. Nümunə üçün bu şagird əlavə kursa gedə bilər, yeni müəllimdən dəstək ala bilər, müsabiqələrdə, yarışlarda iştirak edə bilər. Yəni bu imkanlar, fürsətlər. Bəs bunun riski nə ola bilər? Bu işə mane olacaq hansı bir problem var? Hansı bir risk var bu şagirdin bu inkişafı üçün? Vaxtın az olması, çox rəqabət, maddi problem ola bilər ki, kurslara cəlb oluna bilməz. Bax, bu bir şagird üçün SWOT təhlilidir, SWOT analizidir. Yəni bu daha çox insanlara və təşkilatlara kömək edir. Vəziyyəti düzgün qiymətləndirmək, plan qursunlar, daha yaxşı qərar versinlər. Yəni gördüyünüz kimi çox da çətin bir iş üsulu deyil. Və yaxud da dedik ki, bir işin planı və ya ideyanı 4 tərəfdən qiymətləndirirsən, tərəflər də gözünüzün qarşısındadır, ekranda görürsünüz. Baxın, indi sadə bir məişətdən bir nümunə deyim sizə. SWOT analizinin sadə bir izahı. Mən şirniyyat bişirirəm. Yəni, tutaq ki, mən şirniyyat satmaq istəyirəm, şirniyyat bişirənəm. İndi bu işin mənim güclü tərəflərim nədir? Dadı çox yaxşı olur, daha dadlı bişirirəm, qiymət ucuzdur və ən əsası evdə hazırlanır, təmizdir. Bunun zəif tərəfləri nə ola bilər? Zəif tərəflər ola bilər ki, reklamım yoxdur, az məhsul hazırlaya bilirəm, çünki evdəyəm və burada tək hazırlayıram da mən bunu. Tək olduğum üçün də mən yetəri qədər şirniyyat hazırlaya bilmərəm, sifarişlərim çox olsa. Bu da bunun zəif tərəflərinə aiddir və yaxud onlayn imkanlar, onlayn çıxış olmalıdır ki, onlayn sifariş olsun. Onlayn sifarişin olmaması, onlayn sifariş imkanının olmaması da bunun zəif tərəflərinə aiddir. Və fürsətlər nə ola bilər? Sosial şəbəkələrdə reklam etmək, onlayn sifariş və çatdırılma xidməti yaratmaq, yeni şirniyyat növləri yaratmaq, yəni bu kimi fürsətlər irəli sürməliyik. Təhlükə də ola bilər ki, risk nə ola bilər? Digər şirniyyat mağazalarının çox olması, qiymətlərin artması, müştərinin başqa mağazalara üstünlük verməsi, yəni bu SWOT analizinə aid nümunələrdir. SWOT analizi bir işi təhlil edəndə, bir çox tərəfli baxanda, bir məsələyə çox tərəfli baxanda, yəni güclü tərəfi, zəif tərəfi, daha sonra fürsətlər, risklər, bunları həyata keçirəndə biz bu iş üsulundan istifadə etsək daha yaxşı olar. Yəni bu kitabda da göründüyü kimi SWOT bu İngilis dilində baş hərflər yazılıb. Straight güclü, zəif tərəflər, təhlükəli tərəflər, fürsətlər. Yəni bu analiz vasitəsilə biz işin nəyi yaxşıdır, nəyi zəifdir, hansı imkanları var, hansı risklər ola bilər ki, bunları müəyyən etməliyik, bunları müəyyən edə bilərik. Və uşaqlara da bu bacarıqları formalaşdırmalıyıq ki, gələcək həyatda uşaqlar hər hansı bir problemlə rastlaşanda bir məsələni, bir problemi çox tərəfli analiz edə bilsinlər. SWOT analizi bu qədər müəllimlər, çox da çətin iş üsulu deyil, yeni salınmış bir iş üsuludur və onu da qeyd edim ki, siz bizim YouTube kanalımıza abunə olaraq hər gün paylaşılan yeni sual və izahlardan xəbərdar ola bilərsiniz. Sağ olun, hər birinizə xoş dinləmələr, hər birinizə zehin açıqlığı arzulayıram.